Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda 2000 və 2025-ci illərdə qəbula düşmüş həndəsə optikanın suallarının izahına baxacağıq. Bir də onu xatırladım ki, kanala abunə olub bəyənməyi unutmayın. Başlayalım. Birinci sualda bizə nə deyir? Şüşə üçün işığın tam daxili qayıtmasının limit bucağı 41 dərəcədir. Bax, tam daxili qayıtmanın limit bucağı alfa 0 neçədir? 41 dərəcədir. Aha. Düşmə bucağın hansı qiymətlə tam daxili qayıtma baş verər? Tam daxili qayıtmanın baş verməsi üçün 2 dənə zəruri şərtimiz var. Birinci, işıq şüası optik sıxlığı çox olan mühitdən az olan mühitə keçməlidir. İkinci isə düşmə bucağı tam daxili qayıtmanın limit bucağından böyük olmalıdır. Yəni alfa 0-dan nə olmalıdır? Böyük olmalıdır. Aha. Tam daxili qayıtmanın limit bucağı 41-dirsə, onda 42 dərəcə altında çalsam nə olacaq? Tam daxili qayıtma baş verəcəkdir. 2. İşıq şüası sındırma əmsalı 1,6 olan mühitdən ikinci mühitə keçir. İkinci mühitin sındırma əmsalının hansı qiymətində sərhəddə tam daxili qayıtma baş verər? Baxın, nə dedik? Dedik ki, tam daxili qayıtmanın baş verməsi üçün nə olmalıdır? Optik sıxlığı çoxdan aza keçməlidir. Onda bizim mühitin optik sıxlığı nə qədərdir? 1,6 deyil. İkinci mühitin optik sıxlığı N2 1,6-dan kiçik olmalıdır. O da olur B variantı. 3. Hansı şəkildə AB cisminin müstəvi güzgüdə alınan xəyalı düzgün təsvir edilmişdir? Baxın, müstəvi güzgüdə alınan xəyal özü boyda, düzünə və mövhumi xəyaldır. Və güzgüdə alınan xəyalı quranda necə qurursunuz? Elə qurmalısınız ki, simmetri olmalıdır. Qatlayanda üst-üstə düşməlidir. Kitab kimi düşünün. Baxın, A variantı olmaz, qatlayanda üst-üstə düşmür. B də olmaz, C variantı olacaqdır. Yəni, bu şüanın başlanğıc və son nöqtəsindən perpendikulyarlar çəkirsiniz güzgüyə. Aha, bu cisim məsafəsi deyirik. Bir də xəyal məsafəsini quranda eyni məsafə qədər, bax, buradan bura qədər olan məsafə ilə xəyalın məsafəsi eyni olmalıdır. A-yı gətirib burada qeyd edirik, B-yi də burada. Və cisim, belə deyil, adam B-yə deyil, burada da xəyal adam B-yə doğru olmalıdır. Ona görə cavab D variantı olur. Dördüncü sual, 2002-ci ildə qəbula düşmüş sualdır. Cisim toplayıcı linzadan 3F məsafədə yerləşir. Yəni, cisim məsafəsi 3F-dir. Yerləşir. Cisimlə linza arasındakı məsafəni 2 dəfə azaltdıqda. Əvvəlcə 3F-də idi. İndi cisimlə linza arasındakı məsafəni toplayıcı linzada 2 dəfə azaldıram. Neçə olacaq onda ikinci halda? 1,5 F olacaq. Azaltdıqda linza ilə xəyal arasındakı məsafə necə dəyişər deyir. Maraqlı sualdır. İndi toplayıcı linzada həqiqi xəyalların düsturunu yazsaq belə yazmalıyıq. Baxın, 1 bölək F toplayıcı linzanın həqiqi xəyal düsturudur. 1 bölək D üstə gəlib 1 bölək F-dir. İndi mən birinci üçün yazıram D1, burada F1 yazarım. Gəlin F1-i tapağım buradan. Deməli, buradan alıram ki 1 bölək F1 bərabərdir. 1 bölək F çıxılsın 1 bölək D1. D1-imiz neçədir? 3F-dir da. Onda yazacağım 1 bölək 3F. Buradan da alaram ki 3F ortaq məxrəcdir. 3F F-ə bölündə 3. 3-dən də birini çıxanda 2 olar. Bu da oldu 2. F1 onda nəyə bərabərdir? 1,5 tərs qiymətidir axı. Onda F1-i tapanda 1,5 F olacaq. Deməli, cisim 3F-də olanda xəyal harda oldu? Xəyal 1,5 F-də oldu. İkinci halına baxsaq, yenə eyni qaydada yazırıq. 1 bölək F bərabərdir. 1 bölək D2 yazacağım. D2-miz neçədir? 1,5 F. 1 bölək 1,5 F üstə gəlib 1 bölək F2. Buradan 1 bölək F2-ni tapanda 1 bölək F2 bərabərdir. 1 bölünsün F. Bax, bunu keçirdik sol tərəfə də. Onda müsbətlikdə çıxaq olacaq. Çıxılsın 1 bölünsün 1,5 F-ə. Buradan da alaram ki 1 bölək F2 bərabərdir. Hər ikisinin ortaq məxrəc 1,5 F. Buradan 1,5 çıxaq 1, 0,5 olacaq. Tərsinə də çevirsək necə olar? Burada yer açağın. Deməli, tərsinə çevirsəm, onda F2 bərabərdir. 1,5 F bölək nə? 0,5. Bu da neçə eləyəcək? 3F. Əvvəl 1,5 F-də idi. İndi oldu neçə F-də? 3 F-də. Neçə dəfə artdı? 2 dəfə artacaqdır. Cavab olur A variantı. 5. Hansı şəkildə AB cisminin müstəvi güzgüdə
Alınan xəyal düzgün təsvir edilmişdir. Dedi ki, simmetri olmalıdır. O da B variantına uyğun gəlir. 6-cı sual. Cisim toplayıcı linzadan 3F məsafədədir. Deməli, cisim məsafəsi 3F-dir. Məsafədə yerləşir. Cisimlə linza arasındakı məsafəni 2 dəfə artırdıqda, bu əvvəlcə 3F-də idi, sonra necə oldu? D2 bərabərdir, 2 dəfə artırıramsa 6F olmalıdır da. Linza ilə xəyal arasındakı məsafə necə dəyişər? İndi gəlin F1-i tapalım, bir də F2-ni. Yenə yazacağım. 1 bölək F bərabərdir 1 bölək D, üstə gələk 1 bölək F-dir. Bu, həqiqi xəyalların düsturudur. Həqiqi xəyalın hardan olduğunu bilirəm. Cisim məsafəsi F-dən böyük olanda toplayıcı linzada alınan xəyallar həqiqi xəyal olur. Cisim məsafəsi F-dən kiçik olanda isə mövhumi xəyal olur. Fikir verin, hər ikisində F-dən böyükdür, onda həqiqi xəyaldır. Bunu yazırıq. 1 bölək F, bu D1-dir da. D1-in yerinə nə qoyacağım? 1 bölək 3F, üstə gələk nə? 1 bölək F1. Bu da F1-imizdir. Buradan da alırıq ki, 1 bölək F1 bərabərdir. 3-də 2, 2 bölək, yəni 3F-də. Onda F1 də bərabərdir. Biraz öncə eləmişdik bunu. 1,5 F-ə. Aha, bax bu birinci halda xəyalımızın məsafəsi 1,5 F-dir. İndi F2-ni tapmalıyıq biz. Onun üçün nə yazacağım? 1 bölək yenə F. Fokus məsafəsi bərabərdir 1 bölək D2. D2-miz neçədir? 6F-dir da. 6F üstə gələk 1 bölək F2. Buradan da alırıq ki, 1 bölək F2 bərabərdir. 1 bölək F çıxılsın neçə? Bir bölünsün F çıxılsın. 1 bölünsün 6F. Belə aldıq. İndi buradan da 1 bölək F2 bərabərdir. Hər ikisinin ortaq məxrəc 6F. 6F-ə F-ə bölündə 6 çıxılsın. 6F də 6F-ə bölündə 1. Oldu neçə? 5 bölək 6F. Yəni F2-miz nədir? 6F bölək 5-ə. Oldu 1,2F. F2-miz də oldu 1,2F. Yazalım 1,2F. Əvvəlcə 1,5F-də idi. İndi oldu neçə? 1,2F-də. Bəs neçə dəfə azaldı? 1,125 dəfə azaldı. Baxın 1,2F-i bölün 1,5F-ə neçə dəfə dəyişdiyini taparsınız. O da 1,125 dəfə azalmaq deməkdir. Cavab oldu B variantı. Mühitin sındırma əmsalının hansı ifadələ təyin olunur? Alfa 0 tam qayıtmanın limit bucağıdır. Baxın, işıq şüası bir mühitdən digər mühitə salırıq. Bu sərhəddimizdir, belə düşünək. Buradan işıq şüasını saldım. Alfa 0 bucaq altına saldıq. Gəlin, başqa rənglə göstərəyim bunu. Aha, limit bucağı alfa 0-da. Bura N1-dir, burada N2-dir. Təbii ki, N1 böyükdür N2-dən. Məsələn, N2 hava qəbul edilsə 1-dir buranın sındırma əmsalı. Gəldi, bax, belə getdi. Bu düşmə bucağıdır, limit bucağımızdır. Bu da nədir? Sınma bucağıdır. Sınma bucağı neçə dərəcədir? 90 dərəcədir. İndi sınma qanununu yazsaq necə yazarıq? Sinus alfa 0 bölək sinus 90 dərəcə bərabərdir N2 bölək N1. N2 bölək N1. Amma burada şərt olaraq verməli idilər ki, ikinci mühit havadır da. Mən onu 1 qəbul edə bilim. Sinus alfa 0 onda bura 1 oldu da. Sinus alfa 0 bölək 1 elə sinus alfa 0 eləyir. N2-nin yerinə nə qoyacağım? 1 bölək N1. Buradan N1'i tapsam ne olacak? 1 bölünsün sinus alfa 0 alacaq. Bax budur. Cevap olacaq C variantı. 8. Bu 8'dir də. Aha. Cisim müstəvi güzgüdən 3 metr məsafədə yerləşir. Yəni cisimi müstəvi güzgüdən 3 metr məsafədə qoymuşuq. Buranı açaq. Bax, təsəvvür eləyin bunun şəklini. Bu bizim müstəvi güzgüdür. Aha, cisimi buradan 3 metr məsafədə qoymuşuq. Bax, cisim təsəvvür eləyək ki, budur. Cisim buradadır. Buradan bura qədər olan məsafə cisim məsafəsi adlanır. D bərabərdir 3 metr. Xəyal harda alınır? Cisimdən güzgüyə qədər olan məsafə ilə cisimdən xəyala qədər olan, belə deyək, güzgüdən xəyala qədər olan məsafə olur. Bu da xəyaldır. Xəyal məsafəsində kiçik f-nə işarə edilir, o da 3 metrdir. İndi deyək ki, güzgü cisimdən 1 metr uzaqlaşarsa, cisim yerində qalır, güzgünü 1 metr uzaqlaşdırıram. Bax, gətirirəm bura. Təsəvvür eləyək. Güzgü buradadır.
Onda buradan bura qədər olan məsafə nə qədər olacaq? Bu səfər cisimdən güzgüyə olan məsafə 4 metr olacaq. Yəni D bərabər 4 olacaq. Bəs dedik ki, xəyal məsafəsinə cisim məsafəsi nə olmalıdır? Eyni olmalıdır. Onda xəyalımız da burada olacaq. İkinci halda xəyal məsafəsi 4 metr oldu. Uzaqlaşarsa xəyal cisimdən hansı məsafədə alınır? Aha, cisimdən xəyala qədər olan məsafə buradır. Onda neçə metr olacaq? 8 metr. Cavab olur A variantı. Belə bir sualımız var. Sonra 9-cu sual. Cisimdən səpəci lincəyə qədər məsafə hansı ifadə ilə təyin olunur? Səpəci lincədən söhbət gedir. Səpəci lincələrdə baş fokus məsafəsini mənfi qəbul edirik. Onda belə olur, mövhumi xəyal olduğu üçün. Deməli, səpəci lincələrin düsturunu yazsaq, xəyal düsturunu 1 bölək F bərabərdir 1 bölək D çıxılsın 1 bölünsün F-dir. Bizdən nəyi soruşur? Cisimdən səpəci lincəyə qədər məsafəni, yəni cisim məsafəsini soruşurlar da. Onda 1 bölək D, bu 1 bölək F-i keçirdirik bu tərəfə. Mənfi də olacaq nə? Müsbət. Onda bərabərdir mənfi 1 bölək F, üstə gələk 1 bölək nə? F, balaca F. Buranı da həll edəsək, bax belə yaza bilərik də bunu. Yəni 1 bölək D 1 bölək D bərabərdir 1 bölək F, gəlin belə yazalım, görün, sizdə 1 bölək F yazalım. Onda hər ikisinin ortaq məxləsi nədir? F vurulsun F-dir. Buradan F vuraq F-i balaca F-ə bölündə F çıxır, F qalır, F-i də 1-ə vuranda F. Bu F bölək F-i F-ə böləndə böyük F-ə balaca F qalacaq. Xəyal məsafəsi, onda 1-ə vuranda F olur. Belə bir fayda aldıq. Bəs bu 1 bölək D-dir. D-ni tapsam necə olar onda? Tərsinə çevirməliyəm də. Olacaq F vuraq F, çıxaq F, bölək F çıxaq F. Bax, bu şəkildə bir düstur alacaq. Bu da olur A variantı. 10-cu sual. Cisimdən toplayıcı lincəyə qədər olan məsafə hansı ifadə ilə təyin olunur? F həqiqi xəyaldır. Bax, həqiqi xəyal deyiblər burada bizə. Onda yazırıq 1 bölək F bərabərdir 1 bölək D, üstə gələk 1 bölək F. Buradan bizdən cisim məsafəsini soruşur yenə. D bərabər suala. Buradan 1 bölək D-ni tapsam, 1 bölək F çıxılsın nə olacaq? 1 bölək balaca F. Onda buradan alırıq ki, 1 bölək D bərabərdir. Hər ikisinin ortaq məxləsi F vuraq F-dir. F çıxaq, onda nə olacaq? F olacaq. Tərsinə də çevirəndə D bərabərdir. F vuraq F bölək F çıxılsın böyük F. Bax, bu şəkildə bir düstur alırıq. Bu da olur deməli C variantı. C yox, daha doğrusu Y variantı. 11. Cisim müstəvi güzgüdən 3 metr məsafədə yerləşir. Güzgü cisimə 1 metr yaxınlaşarsa, xəyal cisimdən hansı məsafədə alınır? Baxın, cisim buradadır, güzgümüz də budur. Bunlar arasındakı məsafə, yəni cisimdən güzgüyə qədər olan məsafə cisim məsafəsi adlanır və 3 metrdir. Xəyal da harda alınmalıdır? Təbii ki, 3 metr məsafədə alınmalıdır. İndi biz güzgünü cisimə 1 metr yaxınlaşdırırıq. Cisim olduğu kimi qalır, güzgünü gətirib bu səfər bura. Buradan bura qədər olan məsafə nə olacaq? Bu səfər 1 metr yaxınlaşdırdımsa 2F olacaq da, bu cisimimizdir. 2 metr. Bəs xəyal harda alınacaq? O da 2-də alınmalıdır. Xəyal məsafəsi ilə cisim məsafəsi eyni olmalıdır. Xəyal məsafəsi də 2F oldu. 2 metr oldu. İndi cisimdən xəyala qədər olan məsafə nə olacaq? 4 metr olmuş olacaqdır. Cavab oldu C variantı. 12-ci sual. Cisim müstəvi güzgüdən 3 metr məsafədə yerləşir. Xəyal cisimdən hansı məsafədə alınır? Yenə eyni sualda, hətta daha rahat deyə bilərik buna. Cisim buradadır. Buradan bura qədər olan məsafə D bərabərdir 3-dür. Xəyal məsafəsi də cisim məsafəsinə bərabər olmalıdır. Xəyal da budur. Bu da D bərabərdir 3-dür. İndi cisimdən xəyala qədər olan məsafə burada 3 olacaq 6 metr. Cavab olur A variantı. 13. Şəkildə sındırma əmsalları N1, N2 və N3 olan 3 mühitdən şüaların yolları göstərilmişdir. Mühitlərin sındırma əmsalları arasında hansı münasibət doğrudur? Bax, belə suallarda nə edirsiniz? Sınma qanunun düsturunu yadınıza salın. Necə idi? Sinus alfa bölək sinus gamma, yəni düşmə bucağının sinusu bölünsün sınma bucağının sinusu bərabərdir. Mühitin optik sıxlığından tərs asılı idi. Deməli, burada optik sıxlıq, yəni sındırma əmsalı bucaqla necə asıldı? Tərs asıldı. Hətta bu düsturu belə yazırdıq da.
V1 bölək V2 və yaxud da lambda 1 bölək lambda 2. Baxın, sındırma əmsalı bucaqla tərsdir. Surət dalğa uzunluğu isə bucaqla necə asıldı? Düz asıldı. Onda nə edəcəyik? Bucaqlara baxacağıq. Birinci mühit, ikinci mühit, üçüncü mühit. Bax, burada bucaq bir alfa 1 deyirəm. Buna alfa 2 deyəyim. Bucağa baxanda həmişə şua ilə normal arasında qalan bucağa baxsın. Burada alfa 3 olsun. Ən böyük bucaq hardadır? Alfa 3-də. Deməli, alfa 1 kiçikdir alfa 2-dən. O da kiçik nədən? Alfa 3-dən. Sındırma əmsalı bucaqla necə asıldı? Tərs asıldı. Bucaq harda böyüksə, sındırma əmsalı oradan olacaq? Kiçik olacaqdır. Ona görə N1 böyükdür N2-dən. O da böyük nədən? N3-dən. Cavab olur deməli A variantı. 14. Fokus məsafəsi 25 cm olan linzanın optik qüvvəsi nə qədərdir? Optik qüvvənin düsturu D bərabərdir 1 bölü F-dir. İndi fokus məsafəmiz nə qədərdir? 25 cm-dir. 25 cm-ə çevirməlisiniz. Olur 0,25 metr. Gətirib yerinə qoysaz 1 bölünsə 0,25. Kəsrin sürət və məxrəcin 100-ə vurun. 100 bölək 25 o da olur 4 dioptriya. Olacaq A variantı. 15. Optik qüvvəsi 2 dioptriya olan toplayıcı linzanın fokus məsafəsini tapın. D bərabərdir 1 bölək F-dir. Onda F nəyə bərabərdir? 1 bölək D-yə. 1 bölünsün 2. Bu neçədir? 0,5 metr. Yəni, neçə olacaq? Yəni, 50 cm. Cavab oldu D variantı. 16. Linzanın fokus məsafəsinin vahidi hansıdır? Linzanın fokus məsafəsinin vahidi 1 bölək metr və ya metr üstü mənfi 1. Buna da nə deyirik? 1 dioptriya deyirik. Cavab olur D variantı. Bütün qüvvələrin bir dəqiqə üzrü sayın. Optik qüvvə oxudum mən bunu. Bizdən nə soruşur? Bizdən linzanın fokus məsafəsinin vahidini elə. Fokus məsafəsi. Fokus məsafədir da metrdir. Dioptriya optik qüvvənin vahididir. Linzanın optik qüvvəsinin vahidi nədir? Burada soruşurlar. Elə bir dioptriya olacaqdır. Tır yazırıq. Cavab olur C variantı. Bütün qüvvələrin vahidi Newtondur. Bir dənə linzanın optik qüvvəsindən başqa. 18. Şəkildə sındırma əmsalları N1, N2 və N3 olan 3 mühitdə şüaların yolları göstərilmişdir. Sındırma əmsallarını müqayisə eləyin. Nə dedik? Dedik ki, sındırma əmsalı bucaqla necə asıldı? Tərs asıldı. Baxın. Birinci mühitdəki bucaqla üçüncü mühitdəki bucaqlar nədir? Bir-birinə bərabərdir. Onda belə yazıram da. Alfa 1 bərabərdir, alfa 3 deyə bilərəm. Və bu alfa betadan nədir? Daha böyükdür. Onda alfa da böyük nədən? Betadan. Bunu da bildik. Yaxşı, onda deyəcəyik ki, bucaq, belə deyək də, sındırma əmsalı bucaqla necə asılı? Tərs asılı deyil. Beta burada ən kiçikdirsə, onda ikinci mühitin sındırma əmsalı daha böyükdür. N2 böyükdür. N1 bərabərdir N3-ə. Bunu hardan bildim? Çünki birinci mühitdəki bucaqla ikinci mühitdəki bucaq, yəni düşmə bucağı ilə sınma bucağı bir-birinə bərabərdir. Ona görə N1 N3-ə bərabər olacaqdır. Cavab olur, deməli nə? N2 böyükdür, N1 bərabərdir N3-ə. O da A variantı. Yəni bucaqla edirik bu məsələləri. 19. N1, N2 və N3 olan mühitdə şüaların yolları göstərilmişdir. Sındırma əmsallarını müqayisə eləyin. Baxın. Biz bucağa baxanda həmişə şua ilə normal arasında qalan bucaq deyirik də. Bura alfa 1-dir. Gəlirəm bura. Bu normal budur da ikinci mühitdə. Burada alfa 2-dir. Burada isə, bax, normalini çəksəm, bax, bura ilə gedib də şuamız. Bu da alfa 3-dür. Ən böyük haradadır? Alfa 3-də. Alfa 3 böyükdür alfa 2-dən, o da böyükdür alfa 1-dən. Sındırma əmsalı bucağına necə asıldı? Tərs. Onda belə deyək də, N3 kiçikdir N2-dən, o da kiçikdir N1-dən. Cavab olacaq, deməli, C variantı. 20. Cisim toplayıcı linzadan iki dəfə böyüdülmüş həqiqi xəyala alınır. Cisimlə xəyal arasındakı məsafənin cisimlə linza arasındakı məsafəyə nisbətini tapın. Deməli, alınan xəyal, həqiqi xəyal iki dəfə böyüdülmüş xəyaldır. Xətti böyütmənin düsturunu yazsaq, Q bərabər nəyə? F bölək D-yə. Q neçədir? 2. 2 dəfə böyüdülmüş ol, bax. 2 bərabərdir F bölünsün D. Buradan da F bərabərdir 2D-yə. Bunu bildik. İndi burada xəyal məsafəsi cisim məsafəsindən 2 dəfə böyükdür. İndi bizə nə deyir? Deyir
Deməli, bu toplayıcı linzamızdır. Cisimlə xəyal arasındakı məsafənin cisimlə linz arasındakı məsafə. Bax, bu baş optik oxdur. Cisim təsəvvür eləyən ki, buradadır. Məsələn, buralarda bir yerdədir. Bu bizim cisimimizdir. Buradan bura qədər olan məsafə, cisimdən linziyə qədər olan məsafəyə cisim məsafəsi deyilir. Bir D dedim. Xəyal da buralarda bir yerdə alınıb təsəvvür eləyən ki, xəyalımız da budur, bax. Bu da xəyaldır. Xəyal da burada olub. Bu da xəyal. Buradan bura qədər olan məsafə isə xəyal məsafəsidir da, belə deyirik. Burada F-dir. F nəyə bərabərdir? 2D-yə. İndi cisimdən xəyala qədər olan məsafəni göstərsən, bax, bu qədər məsafədir da. Onda nə qədər olacaq bura? 3D olacaqdır. Bizə deyir ki, cisimdən xəyala qədər olan məsafənin cisimlə toplayıcı linz arasındakı, yəni cisim məsafəsinə olan nisbətini tapın. Onda 3D bölünsün. Nə yazacağım? D. Bu da olacaq 3. Cavab olur D variantı. 21-ci sual. Cisimlə onun toplayıcı linzada alınan həqiqi xəyalı arasındakı məsafə cisimlə linz arasındakı məsafədən 3 dəfə böyükdür. Deməli, cisimlə onun toplayıcı linzada alınan həqiqi xəyal arasındakı məsafə cisimlə linz arasındakı məsafədən 3 dəfə böyükdür. Linzanın xətti böyütməsini soruşur bizdən. Bayaq sualın əksidir. 20-ci sualın elə bir ki, əksini soruşublar da burada. Deməli, nə edirsiniz burada? Baxın. Bu bizim toplayıcı linzamızdır. Bunu çəkəyim burada. Şəkili çəkin əsasən. Həndəsə optikada şəkillər çəkəndə sualları daha rahat eləmək olur. Bu bizim cisimimizdir. Cisimdən linziyə qədər olan məsafəyə bir D deyirəm. Sonra deyir ki, cisimlə onun toplayıcı linzada alınan həqiqi xəyal arasındakı məsafə cisimlə linz arasındakı məsafədən 3 dəfə böyükdür. Xəyal da buralarda bir yerdədir. Belə düşünəyin də. Buradan bura qədər olan məsafəyə də bir, bax belə deyəyim. Buradan bura qədər olan məsafəyə də bir F plus D deyirəm da. Çünki bura nədir? F-dir da. Və bu F üstə gələk D, D-dən neçə dəfə böyükdür? 3 dəfə böyükdür. Onda belə etsin, bax, bu məsafəmiz, buradan bura qədər olan məsafə, bu məsafədən neçə dəfə böyükdür? 3 dəfə böyükdür. Onda necə yazmalısınız? Yəni, F üstə gələk D bərabərdir 3D-yə da. Buradan F nəyə bərabərdir və sonunda 2D-yə. Şimdi bizdən nəyi soruşur? Xətti böyütmə. Xətti böyütmə nədir? F bölək D deyil. F-imiz neçədir? 2D-dir. Cisim məsafəsi də D-dir. D-ləri atdım, qaldı nə? 2. Xətti böyütmə 2 olacaq. Y variantı. 22. Adsız fizik cəmiyyəti göstərin. Linzanın optik qüvvəsi. Linzanın optik qüvvəsinin vahidi bir dioptriyadır. Bu olmaz. Difraksiya qəfəsinin periyodunun vahidi metrdir. Bu da olmaz. Linzanın xətti böyütməsinin vahidi yoxdur. Adsız cəmiyyətdir. Linzanın xətti böyütməsinin vahidi dedik ki, nədir? Adsız cəmiyyətdir. Y variantı olur. Proyeksiya aparatında obyektivin optik qüvvəsi 5,2 dioptriya olarsa, ondan 20 cm məsafədə olan diapozitivin ekranda neçə dəfə böyüdülmüş xəyalı alınır. Optik qüvvəni verib bizə neçə? 5,2 dioptriyadır. Və ondan 20 cm məsafədə olan, deməli D neçədir? 20 cm. Başqa sözlə 0,2 metr. Neçə dəfə böyüdülmüş xəyal alınır bizdən? Bax, Q-nü soruşurlar. Q bərabər sualı. Q-nü tapmaq üçün biz cisim məsafəsini bilirik, xəyal məsafəsini tapmalıyıq. Bəs onu necə tapacağıq uşaqlar? Toplayıcı linzaların düsturundan, həqiqi xəyal düsturlarından. Yazacağım onda 1 bölək F, yəni D bərabərdir. Baxın, belə yazarım istəyirsə. 1 bölək F bərabərdir 1 bölək D. Üstə gələk nə? 1 bölək F yazacağım. Bu 1 bölək F bizə nəyi verir? D-ni verir də. D nə idi? 1 bölək F idi də. Onda mən bura gətirib belə 5,2 dioptriya qoya bilərəm. Bunun yerinə. Yəni D-dir də bu elə. 5,2 bərabərdir. 1 bölünsün. D-imiz neçədir? 20 cm. Başqa sözlə 0,2. Üstə gəlib 1 bölək F. 5,2 bərabərdir. 1-i 0,2-yə bölündə neçə düşər? 5. Üstə gələnsə 1 bölünsün F. Onda 1 bölək F bərabərdir 0,2-yə. Düzdürmü? Düz yazdıq. Hə, bunu keçirdik bu yanında. 0,2-də bu nə deməkdir? 5-də 1 deməkdir də. Onda F nəyə bərabərdir? Bəs o deməli 5-ə. Aha. 5 metr. Düz yazdıqmı? 0,2 5-də 1-də, F-də 5-dir. Tamam, F olsun 5. Aha, Q nəyə bərabərdir bəs?
F bölək D deyil. F-in neçə tapdım? 5. D-miz neçədir? 0.2. Onda 5-i böləcək 0.2-yə, bu da eləyəcək 50. 50 dəfə böyüdülmüş xəyal alınacaqdır proyeksiya aparatında. Bu şəkildə eləyirik. 25. Proyeksiya aparatına obyektivin optik qüvvəsi nə qədər olmalıdır ki, ondan 20 cm məsafədə olan diapozitivin ekranda 25 dəfə böyüdülmüş xəyalı alınsın. Yəni, neçə dəfə böyüdülmüş xəyal alırıq? 25 dəfə böyüdülmüş xəyal alacaq. Buranı siləyim. Deməli, nə edirik burada? Xətti böyütmə Q bərabərdir 25-ə. İndi bizdən nə soruşur? Optik qüvvəni soruşur. D bərabər sualı. Xətti böyütmənin üstürü Q bərabərdir F bölək D-dir. Buradan da alırıq ki, 25 bərabərdir F bölək D-yə, F bərabərdir 25 D-yə. Bunu bildik. Digər tərəfdən optik qüvvə üçün düstur yazında 1 bölək F. Bəs bu nəyə bərabərdir? 1 bölək D, üstə gələk 1 bölək nədir? F-dir də. Gətirib yerinə qoysam, necə qoyacaq? Baxın, F-in yerinə 25 D qoyacaq. D, 1 bölək D üstə gələk 1 bölək 25 D. Onda alıram ki, D bərabərdir. Hər ikisinin ortaq məxrəc 25 D-dir. 25 D-ni D-yə bölündə 1 düşəcək. Daha doğrusu 25 düşəcək. Üstə gəlsin 1. Buradan da aldıq ki, 26 bölək 25 D. İndi D-imiz neçədir? Məsafəmiz, cisim məsafəsi 20 santimdə. 26 bölək 25 vurulsun 0.2. Bunu da həll eləsək, 26 bölünsün, 25-i 0.2-yə vuranda neçə eləyər? 5 eləyər. 26-yı 5-ə böləndə neçə düşəcək? 5.2 dioptriya. Optik qüvvəmiz 5.2 olur. 26. Şəkildə göstərilən hansı nöqtələr arasındakı məsafə linzanın baş fokus məsafəsi adlanır? Baxın, bu toplayıcı linzadır. Cisimdə budur. Buradan paralel gələn şüa, toplayıcı linzanın baş optik oxuna paralel gələn şüa sındıqdan sonra oradan keçirdi? F-dən keçirdi da. Onda C nöqtəsi nədir? F-dir. O-dan C-yə qədər olan məsafə isə fokus məsafəsi olacaq. D variantı. 1 bölək metr linzanın optik qüvvəsinin vahididir. C variantı. Hansı vahid linzanın optik qüvvəsinin vahidinə uyğundur? 1 bölək metr və yaxud da buna nə deyirik? 1 dioptriya. 29. Birinci müstəvi güzgü üzərinə düşən şüa ikinci müstəvi güzgüdən qayıtdıqda hansı nöqtədən keçər? Müstəvi güzgüyə düşən şüa hansı bucaq altına düşürsə, eyni bucaq altında da qayıtmalıdır. Düşmə bucağı qayıtma bucağına bərabər olur. Onda belə gələcək. Bura gəlir. İkinci müstəvi güzgüdə isə yenə eyni şəkildə hansı bucaq altına düşürsə, eyni bucaq altında qayıdacaq. Bu onun normalıdır. Və buradan bu şəkildə qayıdacaq. Gələcək K-ya. Deməli, K-dan keçər. Cavab olur K. 30. İndi fikir verin, birinci güzgüyə bax. Bir alfa bucaq altına düşsə, eyni bir alfa bucaq altında da qayıtmalıdır. Gəldi bura. Diagonallarla aparsınız bunu. Buradan da yenə eyni bucaq altında qayıtmalıdır. Yenə diagonallarla aparmalısınız. Hara gələcək? M-ə. Cavab olacaq M. Ona görə damaları veriblər ki, siz rahat çəkə biləsiniz şüaları. Diagonalla aparmalısınız. Eyni qayda. Hansı halda linzanın baş fokusu həqiqi, S işıq mənbəyinin xəyali mövhümüdür? Linzanın baş fokusu həqiqidirsə, bu toplayıcı linzadır. Mütləq toplayıcı linza olmalıdır. S işıq mənbəyinin xəyali isə mövhümüdür. Xəyal toplayıcı linzalarda bir halda mövhüm olurdu. Cisim harda olanda F ilə linza arasında olanda. A olmaz. Səbəb nədir? Səpici linzadır. Deməli, D də olmaz. Y də olmaz. Bunları qoyduq kənara. Ya B olmalıdır, ya da C olmalıdır. Toplayıcı linzalarda yalnız bir halda xəyal mövhüm ola bilər. Cisim linza ilə F-in arasında yerləşəndə. O da olur C variantı. Nə deyir bizə? Birinci mühitdən ikinci mühitə keçən işıq şüasının sınması göstərilmişdir. Mühitlərin mütləq sındırma əmsalları və mühitlərdə işığın sürətləri arasında hansı münasibət doğrudur? 2025-ci ildə qəbula düşmüş bir sualdır 4-cü qruplarda. Deməli, nə edəcəyik burada? Baxın, düşmə bucağına baxanda normal ilə şüa arasında qalan bucağa baxırsınız. Bura düşmə bucağıdır, alfa deyəm. Bura da sınma bucağıdır. Buna da bir
Qamma deyək. Alfa burada qammadan nədir? Daha böyükdür da, düzdürmü? Aha. Alfa qammadan nədir? Böyükdür. Deməli burada sındırma əmsalı bucaqla necə asılı idi? Tərs asılı idi. Hardan bilirəm onu? Sinus alfa bölə sinus qamma bərabər nəyə? N2 bölə N1-ə. Və yaxud da surət sındırma əmsalına necə asılı? Tərs asılı deyil. V bərabər C bölə N-dir. Onda yaza bilərəm ki, V1 bölə V2-yə. Baxın, sındırma əmsalı bucaqla tərsdir, surət isə bucaqla necə asıldır? Düz asıldır. Hətta bunu görmək istəyirsə, bura alfa 1 yazağım, bura alfa 2 yazağım, daha rahat görəsiniz. Onda sinus alfa 1 bölə sinus alfa 2 bərabərdir N2 bölə N1-ə. Və yaxud da V1 bölə V2-yə. Bucaq harda böyükdürsə, sındırma əmsalı orada kiçikdir. İndi alfa 1 böyükdür, alfa 2-dirsə, N1 kiçikdir, N2 olacaqdır. Surət isə bucaqla necə asıldır? Düz asıldır. V1 də böyük olacaq V2-dən. Deməli, N1 kiçikdir N2-dən, V1 böyükdür V2-dən. Cavab olacaq B variantı. 33. Müvəffiq şüalardan istifadə etməklə sferik K güzgüsünə verilmiş cismin xəyalını qurun. Bu ətraflı suallara aiddir. Yəni o şəkil olmalıdır ki, biz onu çəkə bilək. Ona görə bu qalsın, şəkil yoxdursa çəkənməliyik. 34. Birinci mühitdən ikinci mühitə keçən işıq şüasının sınması göstərilmişdir. Mühitlərin mütləq sındırma əmsallarının və mühitlərdə işığın sürətləri arasında hansı münasibət doğrudur? Eyni sualdır. Biraz öncə elədik. 32 ilə eyni sualdır. Yəni burada yenə bucağa baxırsınız. Bu alfa 1-dir, bu da alfa 2-dir. Alfa 1 böyükdür alfa 2-dən, yəni düşmə bucağı sınma bucağından daha böyükdür. Surət bucaqla düz asılıdır, V1 böyükdür. V2-dən sındırma əmsalı bucaqla necə asılıdır? Tərs asılıdır. Ona görə belə olur. Deməli, V1 V2-dən böyük, N1 N2-dən kiçik olacaqdır. O da olacaq, cavab N1 N2-dən kiçikdir, V1 də böyükdür. Düzdürmü? Deməli, hansı cavab uyğun gəlir? Y variantına. Səpəci linzanın optik qüvvəsi hansı fayda ilə təyin olunur? Optik qüvvə D-dir. O da 1 bölünsün nə? F. Cavab olur B variantı. 36. Nazik, qabarıq linzada xəyalların qurulması üçün hansı 3 şuandan istifadə etmək lazımdır? Yenə bu ətraflı sualdır. Belə deyək də, əslində qura bilərik. 3 dənə şuadan istifadə etməliyik. Şəkil üzərində göstərin bizə deyir. Bax, belə çəkirik. Bu baş optik oxdur. Aha. 3 dənə şuadan istifadə edilir. Düzdürmü? 3 hansı şuadan istifadə etmək əlverişlidir. Bax, cismi qoydum bura. Birini paralel göndərəm. Paralel gələn bura tutaq ki, F. Bura, məsələn, 2F-dir. Belə yazağın. Biraz səlqəli olsun, belə yazağın da. Bura F deyəyim. Bura, məsələn, 2F deyəyim. Bura yenə F. Məsafələr eyni olmalıdır əslində. Bura da 2F. Gələn şua biri, paralel gələn şua hardan keçəcək? F-dən keçəcək. Bax, belə. Birini qütübə göndərəcək. Mərkəzə göndərəcək. Bax, buradan keçib gedəcək. Belə olacaq. Birini də F-dən göndərəcək. Bax, belə. Birini də hardan göndərərəm? F-dən. F-dən gələn şuada biraz bu linzanı uzadağın. Belə olsun. Bunu F-ə göndərəcək. Birini də F-dən göndərəcək. Dəqiqə. Belə olsun. Bu da F-dən gələn şua sınandan sonra hardan necə yolun davam edəcək? Paralel yolun davam edəcək. Bax, bu 3 dənə şuadan istifadə edərik. Gördünüzmü? Bu şəkildə qura bilərik. 37-ci sual. Nə deyir? Müəllim ekranda 2 fərqli gözün tor təbəqəsində linzaların köməyi ilə xəyalın alınmasını, şəkillərini nümayiş etdirdi. Aha, bax, bunlardan söhbət gedir. Təsvir edilmiş linzaların optik qüvvəsinin biri 2 dioptriya, digəri isə mənfi 4 dioptriyadır. Gözlərdən hansı yaxın görmə, hansı uzaq görmə qüsuruna malikdir? Cavabınızı əsaslandırın. Deməli, nə yazırıq? Birinci gözümüz, birinci gözdə, baxın, nədən istifadə eləmişik? Toplayıcı linzadan, yəni qabarıq linzadan. Birinci göz yazırsınız ki, uzaq görmə qüsuruna malikdir. Uzaq görmə qüsuruna malikdir. Uzaq görməni aradan qaldırmaq üçün uzaq görməni aradan qaldırmaq üçün
üçün toplayıcı linzadan istifadə olunur. Yəni qabarıq linzadan. İstifadə olunur. Olunur. İkinci hissə nədir? Yaxın görmə qüsuruna malikdir. Yaxın görmə qüsurunu aradan qaldırmaq üçün səpici linzadan istifadə olunur. Bunu yazsaz kifayət eləyəcək orada. Təbii ki, biraz genişləndirmək də olar. Yaza bilərsiniz ki, birinci göz uzaq görmə qüsuruna malikdir. Uzaq görmə qüsurunda gələn şüalar tor təbəqəsinin arxasında toplanılır. Bunu da qeyd edə bilərsiniz sonra. Heç bir problem yoxdur. Uzaq görmə qüsurunda gələn şüalar tor təbəqəsinin arxasında toplanılır. Bunu aradan qaldırmaq üçün qabarıq linzadan istifadə olunur. İkinci gözdə isə yaxın görmə qüsuruna malikdir. Yaxın görmə qüsurunda olan gözlər belə deyək də, yaxın görmə qüsurunu aradan qaldırmaq üçün səpici linzadan istifadə olunur. Yaxın görmə qüsurunda gələn şüalar göz tor təbəqəsinin önündə toplanılır. Ona görə də səpici linzadan istifadə edirik. Biraz da genişləndirmək, bu kifayət eləyəcək. Növbəti sualımız. Cismin 2 dəfə böyüdülmüş, baxın nə deyir bizə? 2 dəfə böyüdülmüş deyir. Mövhumi xəyalın alınması üçün bu linzalardan hansından istifadə etmək və cismin linzadan hansı məsafədə yerləşdirmək lazımdır? Deməli, nə yazırıq? Böyüdülmüş xəyal dediyi üçün toplayıcı linzadan istifadə etməliyik. Çünki səpici linzada hər zaman alınan xəyal kiçildilmiş mövhum olur. Deməli, toplayıcı linzadan istifadə edirik. Yazırıq ki, böyüdülmüş xəyal olduğu üçün toplayıcı linzadan, yəni qabarıq linzadan istifadə olunur. İstifadə etmək lazımdır. Cisim linzadan hansı məsafədə yerləşdirilmək lazımdır, onu soruşur bizdən. İndi 2 dəfə böyüdülmüş xəyaldır da, belə deyək. Q nəyə bərabərdir onda? Q bərabərdir F bölünsün D-dir. Buradan biz nə edərik? F-i tapsaq, F bərabərdir Q vuraq D. Q-miz neçədir? 2-dir. 2 dəfə böyüdülmüş xəyaldır. Xətti böyütmə 2-dir. 2D oldu. Aha, optik qüvvə neçə veriblər? Birinci qabarıq linza üçün 2 dioptriya. 2 dioptriyadır. İndi bizdən soruşur, cisim məsafəsini tapın da, D bərabər suala. Mövhumi xəyallarda toplayıcı nizam düsturunu yazsaq, belə yazırıq. D bərabərdir 1 bölək D çıxılsın 1 bölünsün F-dir. Buradan yerinə qoysaq biz, necə olacaq indi? Ona baxağın. D-ni tapırıq, düzdürmü? Yazıram onda. D-nin yerinə, böyük D-nin yerinə, optik qüvvənin yerinə 2, 1 bölək D çıxılsın 1 bölünsün. F-in yerinə neçə qoyacağım? 2D tapmışam da. 2D-ni qoyacağım yerinə. 2D. Buradan da alaram ki, 2 bərabərdir. Ortaq məxrəc 2D-dir. 2 çıxaq 1. Buradan da alırıq ki, 4D bərabərdir. Nəyə? 1-ə. D də bərabərdir 1 bölək 4-ə. 0,25 metr. Bizdən məsafəni 0,25 metr və ya 25 santimetr yaza bilərsiniz. Bax, bu şəkildə eləyərsiniz. 38. Işıq ötürənin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? Tam daxili qayıtma hadisəsinə əsaslanır. Işığın tam daxili qayıtma hadisəsinə. B variantı olur. 39. Fokus məsafəsi 40 cm olan toplayıcı linzada cismin 4 dəfə kiçildilmiş həqiqi xəyala alınmışdır. Cisimlə onun xəyal arasındakı məsafə nə qədərdir? Deməli, bizə nə veriblər? Fokus məsafəsini veriblər. Baxın. Fokus məsafəmiz nə qədərdir? 40 cm. Başqa sözlə 0,4 metrdir. Toplayıcı linzada cismin 4 dəfə kiçildilmiş həqiqi xəyal alınıb. Q bərabərdir onda nəyə? 1 bölək 4-ə. Cisimlə onun xəyal arasındakı məsafə nə qədərdir? Yəni bizdən bunu soruşur. Bax, D plus F-i soruşur. İndi nə etməliyik? Q nəyə bərabərdir? Q bərabərdir F bölək D-dir. Buradan Q-nün yerinə 4də 1-i qoyduq. 4də 1 bərabərdir F bölünsün D. Buradan da aldıq ki, D bərabər 4F-ə. 4F-ə. Bunu tapdıq. Digər tərəfdən toplayıcı linzalarda həqiqi xəyalın düsturunu yazsan 1 bölək F bərabərdir 1 bölək D. Üstə gəlib 1 bölək nədir? F-dir da. 1 bölək F-in yerinə yazacağım. Belə. Baxın. 1 bölünsün 0,4 bərabərdir 1 bölünsün D. D-nin yerinə gəlin 4F yazalım da. 4F
1 bölək 4f üstə gələk 1 bölək f. Buradan da alarıq ki, buranı biraz təmizləyəyim. Deməli, nə olacaq? 1 bölək 0.4 bərabərdir. Hər ikisinin ortaq məxrəc 4f-dir. 4f, bu da oldu. Deməli, 1, burada 4, 5. Çarpaz vursaq, olacaq 4f bərabərdir 2-yə. F bərabər nəyə? 2 bölək 4-ə. Bu da olur 0.5. Deməli, xəyal məsafəmiz 0.5. Bəs cisim məsafəsi nəyə bərabər? 4f-ə bərabər deyil. 4 vurulsun 0.5, bu da olacaq 2. İndi bizdən nə soruşur? D plus F-i soruşur. D üstəgəlik F bərabərdir. Onu da yazaram. D-miz neçədir? Belə deyək də, D tapdıq 2, bunu da tapdıq 0.5. Bu da olacaq 2,5 metr. Cavab olur A variantı. 40-cı sual. Linzanın fokus məsafəsinin vahidi hansıdır? Metrdir linzanın fokus məsafəsinin vahidi. 41. Işıq sındırma əmsalı 1,6 olan mühitdən sındırma əmsalı 2,4 olan mühitə keçəndə sürəti necə dəyişər? Bax, N1 nəyə bərabərdir? 1,6-ya. N2 nəyə bərabərdir? 2,4-ə. Sürətin necə dəyişdiyini soruşursa, V2 bölək V1. Sürət sındırma əmsalı ilə tərs asıldır. V bərabər C bölək N düsturuna görə. Onu da yazırıq N1 bölək N2. Yəni 1,6 bölünsün 2,4. Bəs bu nə edir? 16 bölək 24. Hər ikisini 8-ə xısırlırsam 2, bu da 3. 3-də 2. Yəni başqa sözdə onda belə yazırıq da. Bax, 2V1 bərabərdir 3V2-yə. V1 bərabərdir 1,5 V2-yə. Neçə dəfə azaldı? Yəni birincinin sürəti ikincinin sürətindən, ikinci mühtəşi sürətdən, birinci mühtəşi sürəti, ikinci mühtəşi sürətdən 1,5 dəfə çoxdur. Onda 1,5 dəfə nə edib? Azalıbdır. Cavab olacaq Y variantı. 42-ci sual. 3 mühitin şüalarının yolu göstərilmişdir. Mühitin sındırma əmsalları N1, N2 və N3 arasında hansı münasibət doğrudur? Bucaqlara baxırsınız burada. Deməli, alfa 1 buradır. Bura alfa 2-dir. Burada alfa 3-dür. Normalla baxırsınız həmişə. Alfa 3 90 dərəcədir. Ən böyük bucaq hardadır? Alfa 3 böyükdür alfa 2-dən. O da böyükdür alfa 1-dən. Sındırma əmsalı bucağına necə asıldı? Tərs asıldı. Onda N1 böyükdür N2-dən, o da böyükdür N3 olacaq. Bucaq harda böyüksə, sındırma əmsalı orada kiçik olur. Cavab olur onda N1 böyükdür N2, o da böyükdür N3-dən. B variantı. Düşən və qayıdan şüalar arasındakı bucağın 1/4 hissəsi 25 dərəcə. Düşmə bucağını hesablayın. Deməli, düşən və qayıdan şüalar bir-birinə bərabər olur. Onda deyək ki, düşən və qayıdan şüalar arasındakı bucaq. Bax, belə düşünün. Bu bizim səthimizdir. Bu səthin normalıdır. Düşən şüa budur. Qayıdan şüa da budur. Düşmə bucağı alfa deyək, qayıtma bucağına beta deyək. Və alfa nəyə bərabərdir? Betaya bərabərdir. Bunu bilirik. Digər tərəfdən bizdən nə soruşur indi? Buram bir dənə. Belə deyək. Bizə deyir ki, bu aradakı bucaq, yəni alfa üstə gələk beta vıraq 4/1 hissəsi 25-dir. Bizdən bu alfa soruşur. Alfa betaya nədir? Bərabərdir da. Onda yaza bilərəm ki, alfa üstə gələk alfa, yəni 2 alfa bərabərdir. Hər tərəf 4-ə vurdum, oldu 100. Onda alfa nəyə bərabərdir? 50 dərəcəyə. Deməli, bura 50-dir, bura da 50-ymiş. Bunlar arasındakı bucaq 100 dərəcədir. Onda 100 dərəcədirsə 100-ün 4/1 neçədir? 25-dir. Bizdən nəyi soruşurdu? Düşmə bucağında. Cavab olacaq 50. 44. Linzanın fokus məsafəsi 44-cü sual. Linzanın fokus məsafəsinin linzadan xəyala qədər olan məsafədən asılı qrafiki hansıdır? Linzanın fokus məsafəsi F-dən D-dən asılı deyil. 45. Linzalardan hansı səpəci linzadır? Səpəci linzalarda orta hissə, kənar hissədən nədir? Nazik olur. Bax, fikir verin birinciyə. Orta hissə kənardan qalındır. Bu olur qabarıq linza. Hətta bu müstəvi qabarıq linzadır. Qabarıq müstəvi linzadır. İndi B-yə baxsaq, orta hissə kənardan nədir? Daha nazikdir. Bu deməli səpəci linzadır. A. Qabarıq müstəvi linzadır. B. Müstəvi çökük səpəci linzadır.
C. Müstəvi çökük linza deyirik, belə deyək. Səpici linzadır mı? C. Müstəvi qabarıq linzadır. D. 2 qat qabarıq linzadır. Y. Qabarıq çökük linzadır. Bunların hamısı toplayıcı linzalardır. Bax, qabarıq linzalardır. Bu isə nədir? Çökük linzadır. İki mühitin sərhəddinə düşən qayıdan və sınan şüaları göstərilmişdir. Qayıtma bucağı hansıdır? Bax, bu düşmə bucağıdır. 1 düşmədir, 2 qayıtmadır, 5 də sınma bucağıdır. Bizə qayıtma bucağını dediyi üçün nəyə götürəcəyik? 2-ni götürəcəyik. Işıq bir mühitdən başqa mühitə keçərkən sürəti 1,5 dəfə azalırsa tezlik necə dəyişər? Yazıda qalsın ki, işıq bir mühitdən digər mühitə keçəndə tezlik period dəyişmir. Cavab olur C variantı. 48. Cisim optik qüvvəsi 10 dioptriya olan linzadan hansı məsafədə yerləşdirmək lazımdır ki, onun xəyalı özü boyda alınsın? Xəyal özü boyda olmalıdır. Xəyalın özü boyda alınması üçün toplayıcı linzadan istifadə edirik. Bu birinci deyim onu sizə. Toplayıcı linzada da xəyalın özü boyda olması üçün cisim məsafəsi 2f olmalıdır. Xəyal da 2f olur. Bunu da bilək. İndi bizə nə lazımdır? Optik qüvvəni veriblər 10 dioptriya. D nəyə bərabərdir? Belə deyək də. D bərabərdir 1 bölü f-ə. Onda f nəyə bərabərdir? Bəs 1 bölü d-yə. Gətirib buradan f-i tapsam 1 bölünsün 10 yazacam. O da olacaq 0,1 metr. Yəni 10 santimetrdir. Onda cisim məsafəsini tapanda cisim 2f-ə bərabər deyil. 2 vuraq 10 yazacaq. Bu da olacaq 20 santimetr. Cavab olur B variantı. Növbəti sualımız cisim toplayıcı linzadan 40 cm məsafədə yerləşəndə onun xəyalı özü boyda alınırsa, linzanın optik qüvvəsi nəyə bərabərdir? İndi cisim məsafəsi nəyə bərabərdir? 40 cm. Tamam mı? Yəni 0,4 metrdir. Xəyal özü boyda alınıbsa, bax bu önəmlidir burada. Onda cisimi hara qoymuşam? 2f-ə qoymuşam da. Cisim bərabər 2f-ə. 2f nəyə bərabərdir? 0,4-ə. Buradan f nəyə bərabərdir? 0,2 metrə. Optik qüvvəni tapanda 1 bölü f deyil. Yazacaq nə? 1 bölünsün 0,2. 1-i 0,2-yə böləndə hər tərəf 5-ə vursaq, bu da eləyir 5-də elə. 5 dioptriya. Bax, cavab bu olacaq. B variantı. 50. Fokus məsafəsi f1 32 cm və f2 12 cm olan linzalar sisteminin baş optik oxa paralel işıq şüaları dəstəsi düşür. Linzalar arasındakı məsafə nə qədər olmalıdır ki, şüalar sistemdən keçəndən sonra özlərinə paralel qalsın? Bax, belə düşünün. Bunu bir baş optik ox kimi düşünəyin. İndi buradan gəldi, F-dən keçdi. Paralel gələn şüa F-dən keçməlidir. Bura F1-dir. Birincinin, yəni baş fokus nöqtəsidir. Sonra gəlir bu, sınır ikinci linzadan keçib belə gedir. İndi ikincidən paralel getməsi üçün hardan gəlməlidir onda bu? F2-dən gəlməlidir da. Demişik ki, paralel gələn şüa, toplayıcı linza, baş optik oxla paralel gələn şüa sınandan sonra F-dən keçir. F-dən gələn şüa isə sınandan sonra paralel gedir, yolunu davam edir. Bax, deməli, bu nöqtə həm F2-nin baş fokus nöqtəsidir, həm də F1-in. Onda bu linzalar arasındakı məsafəni tapanda L nəyə bərabərdir? F1 ilə F2-nin cəminə bərabər olmalıdır. Bax, bu ikisinin cəminə bərabər olmalıdır, fokus məsafələri. Onda L bərabərdir, F1 üstəcələk nə? F2 yazarsınız. 32 üstəcələk 12, bu da olacaq 44 cm. Cavab olur B variantı. 51. Mütləq sındırma əmsalı n bərabərdir 2 olan mühitdən, mütləq sındırma əmsalı 2-dir. Olan mühitdən mütləq sındırma əmsalı n1 2,4, n2 neçədir? 1,8. Olan mühitlərə monoxromatik, yəni bir işıq dəstəsidir bu. Tutaq ki, qırmızı işıqdır və yaxud da yaşıldır. İşıq şüaları keçir. Eyler-Venn diaqramda uyğun bəndləri qeyd edin. Yayılma istiqaməti dəyişir. Bəli, dəyişəcəkdir. Əgər mühitin sındırma əmsalları fərqlidirsə, buradan bir mühitdən digərini keçəndə işığın yayılma istiqaməti dəyişir. Yəni, sınaraq yolunu dəyişir. Deməli, bir ortaqdır. Mühitdə yayılma sürəti artır. Sürət sındırma əmsalı ilə tərs asıldır. S bölü n-dir. İndi burada sürətin artması üçün çoxdan aza keçməlidir. Baxın, bizim mühitin optik sıxlığı nə qədərdir? 2-dir də sındırma əmsalı.
İndi birincidə 2,4-ə keçir. 2,4-ə keçəndə surət azalar. Çünki sındırma misal artdı axı. 2-dən neçədir? 1,8-dir. 2-yə keçəndə isə nə edəcək? Surət artacaqdır sındırma misalı azaldığına görə. Deməli, yayılma sürəti artar ikinci mühitə keçəndə. Mühitdə yayılma sürəti azalar, o da birinci mühitdir. Düşmə bucağı sınma bucağından böyükdür. Aha. Düşmə bucağı sınma bucağından nə vaxt böyük olur? Optik sıxlığı azdan çoxa keçəndə. Optik sıxlığı azdan çoxa keçəndə sınaraq normala yaxınlaşır. Çoxdan aza keçəndə sınaraq normaldan nə edir? Uzaqlaşır. O da sınma qanununa görədir. Çünki sinus alfa bölək sinus qamma sınma bucağıdır bu. Bərabərdir n2 bölək n1-ə. Bucaq burada sındırma misalının necə asıldı? Tərs asıldı. İndi azdan çoxa keçəndə sındırma misalı artdığı üçün bucaq nə edir? Azalır. Sınma bucağından böyükdür. Bu alfa qammadan böyük olması üçün deməli dedik ki, sındırma misalı azdan nədir? Çoxa keçməlidir. Hara keçməlidir? Onda 1-ə keçməlidir. Bu da gələcək 1-ə. Deməli 3, 4, 1 ortaqdır, 1, o da 2. Cavab oldu Y variantı. 52. Toplayıcı linzanın üzərində düşən işıq şüası linzadan sındıqdan sonra hansı nöqtədən keçər? Bunu çəkiblər özləri onsuz da. Gəldi paralel. Paralel gələn F-dən keçib belə keçir. Eynə gəlir də bu da. Bu da oldu B variantı. Cisim toplayıcı linzadan 40 cm məsafədə yerləşəndə onun xəyalı özü boyda alınır. Linzanın optik qüvvəsinin nəyə bərabərdir? Ümumiyyətcə yadınızda qalsın ki, cisim toplayıcı linzada xəyalın özü boyda alınması üçün D bərabər olmalıdır 2F. Bunu bilməliyik. İndi biz burada optik qüvvəni soruşur da. Cisim toplayıcı linzadan 40 cm məsafədə yerləşir. Bu cisim məsafəsidir. 40 bərabərdir 2F. F nəyə bərabərdir bəs onda? F bərabərdir 20 cm. Optik qüvvə D bərabərdir 1 bölək F-dir. 1 bölünsün 20 santımız neçədir? 0,2 metrdir. Gətirib yerinə qoyacaq 0,2. 1-i 0,2 bölündü 5 dioptri olacaqdır. Cavab oldu A variantı. A və B cisimləri toplayıcı linzada alınan xəyallar üçün uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. Baxın, A cisiminin məsafəsi 2F-dən böyükdür. 2 qat fokusun arxasına yerləşir. B cismi isə 2 qat fokusuna F-in arasında yerləşir. Yəni F-dən böyük, 2F-dən nədir? Kiçikdir. Xəyal böyüdülmüşdür. Yadda qalsın ki, cisim F ilə 2F-in arasında yerləşəndə alınan xəyal böyüdülmüş xəyal olur. Deməli, 1 gələcək B-yə. Xəyal çevrilmiş alınır, hər ikisində tərsinədir. Baxın, A cisimində alınan xəyal həqiqi, tərsinə və ya çevrilmiş deyirlər buna. Çevrilmiş və kiçildilmiş xəyaldır. B cismin isə bu A cismin xəyalıdır. B yazağındır. A cismin xəyalıdır, baxın. A cismin xəyalıydı. B üçün yazanda isə necə yazacağım? B-də də yenə həqiqi, tərsinə və ya çevrilmiş, amma böyüdülmüş xəyal olur. Xəyal çevrilmiş deyirsə, hər ikisinə aiddir bu. 2. Xəyal həqiqidir, yenə hər ikisindədir. 3. Xəyal 2 qat fokusdan arxada yerləşir. Baxın, cisim 2F-dən uzaqda olanda alınan xəyal F-ilə 2F-in arasında yerləşir. Əslində bu düsturdan çıxır hamısı. Cisim 2F-ilə F-in arasında olanda xəyal 2F-dən böyük olur. Yəni cisim linzaya yaxınlaşdıqca xəyal linzadan uzaqlaşır. Xəyal 2 qat fokusun arxasında yerləşir deyir. 2 qat fokusun arxasında yerləşirsə hansı olmalıdır? B olmalıdır da. Onda 4 də gələcək B-yə. Xəyal fokusla 2 qat fokusun arxasında yerləşdi. Hansında? A-da. 5-də bura gələcək. Deməli 1-ə 5, 2-yə 2, 3. Daha doğrusu 3-ə. 3-ə 2, 3, 2-yə də 1, 4. Cavab oldu B variantı. 55. Optik qüvvəsi 2,5 dioptri olan toplayıcı linzada cismin 4 dəfə kiçildilmiş həqiqi xəyalı alınmışdır. Deməli, optik qüvvəmiz nə qədərdir? Optik qüvvə 2,5 dioptriyadır. Toplayıcı linzada cismin 4 dəfə kiçildilmiş həqiqi xəyal alınmışdır. Cisimdən linzaya qədər olan məsafəni tapın. Yəni, deni soruşur bizdən. Və künü də veriblər 1/4. 4 dəfə kiçildilmiş xəyaldır. Onda ilk işimiz bizim burada xəyal məsafəsindən cisim məsafəsi arasındakı münasibəti tapmaqdır. Onu necə eləyəcək? Künün üstü nədir? F/D-dir. F/D bərabərdir 1/4-də 1-ə. Buradan D bərabərdir 4F-ə.
Bunu bildik. D 4F-ə bərabərdir. Digər tərəfdən toplayıcı linzalarda həqiqi xəyal düsturu 1/f bərabərdir 1/d. Üstə gələk 1 nədir? F-dir da. Bəs bu 1/f bizə nəyi verir? Baxın, bir dəqiqə. Bu 1/f nəyi verir bizə? D-ni verir də. Onda elə belə yaza bilərəm. D bərabərdir 1/d. D-nin yerinə 4f yazıram mən. 4f üstə gələk 1/f. Bu böyük D-miz neçədir? 2,5 yazdıq 2,5. Bunlar ortaq məxrəc 4f. Digər tərəfdən deməli 4f 1 bu da 5. Çarpaz vursaq 10f bərabərdir 5-ə. F bərabər 0,5 metrə. F-i tapdıq. Bəs D nəyə bərabər? 4f-ə bərabər deyil. Yəni 4 vurulsun necə? 0,5 bu da olacaq 2 metr. Bizdən nəyi soruşur? Cisim məsafəsi oldu 2 metr. 56. Gözə düşən paralel işıq şüaları tor təbəqəsinin önündə kəsişir. Aha, deməli harda kəsişir? Önündə. Bu gözün hansı görmə qüsuru var və bu qüsuru aradan qaldırmaq üçün hansı linzadan istifadə etmək olar? Gələn şüalar tor təbəqəsinin önündə toplanılırsa, bu uzaq görmə qüsurudur. Cisim yaxınlaşdıqca xəyal da yaxınlaşır tor təbəqəsinə və üzərində toplanır da. Deməli bu hansı qüsurdur? Yaxın görmə qüsurudur da. Yaxın görmə qüsurudur. Gələn şüalar tor təbəqəsinin önündə toplanırsa, bu yaxın görmə qüsurudur. Tamam mı? Yaxın görmə qüsurudur. Yaxın görmə qüsurunu aradan qaldırmaq üçün, yəni yaxındakılar görür, uzaqdakılar görmür da. Yaxın görmə qüsurunu aradan qaldırmaq üçün nədən istifadə edirik? Səpici linzadan istifadə edirik. Səpici linzanı bura qoyuruq ki, bu şüaları biraz uzaqda səpəlib uzaqda toplasın ki, gələn şüalar neynəsin? Bura düşsün də tor təbəqəsinin üzərində. Yazırıq ki, belə də. Gələn şüalar tor təbəqəsinin önündə toplanıbsa, bu yaxın görmə qüsurudur. Yaxın görmə qüsurunu aradan qaldırmaq üçün səpici linzadan istifadə edirik. Bu qədər uşaqlar. Digər videoların, bölmələrin də izahları YouTube kanalında paylaşılıbdır. Keçid edib baxa bilərsiniz. Növbəti videomuz dalğa optikası və kvant fizikasının sualları olacaq. Sağ olun. Hər kəsə uğurlar arzu edirəm.